Əziz ruh, sən buradasan. Deməli, sənə düşüncələrini dəyişdirmək şansı verilib. Sən tam rahatlanırsan, qəlbini yaradanın sevgisini açırsan. 5 sayı ilə 3 dəfə dərindən nəfəs alıb verirsən. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Mən sənin razılığınla səni öz qəlbimin içinə götürürəm və səni sənin üçün həm yeni, həm də çoxdan tanıdığın bir məkana aparıram. Sən bir anda bu yeni və həm də sənə çox tanış olan məkanda özünü görürsən. Bu məkanın hər tərəfi güzgülərlə əhatə olunub. Sən hansı istiqamətə baxırsansa, özünü görürsən. Ancaq bu görüntülər sənin bildiyin, tanıdığın əksin deyil. Sən bu güzgülərdə özünü, bədənini kub şəklində görürsən. Bu kubun hər tərəfi 8 xanadan ibarətdir. Hər xana sənin həyatının bir əsas senarisini özündə əks etdirir. Bu xanalar monitor xarakteri daşıyır. Kub böyük bir kitabxananı, xanalar isə bu kitabxananın kitablar, məlumatlar toplusu yığılmış hücrələrini xatırladır. Sən baxırsan və görürsən ki, xanalardakı məlumatlar ya tam deyil, ya sənin arzularına uyğun deyil. Bəzi hücrələr isə ümumiyyətlə boşdur. Anlayırsan ki, bu kubun, bədəninin hücrələri sənin düşüncələrin əsasında bu vəziyyətə düşüb. Hatırlayırsan ki, sənin düşüncələrini dəyişdirmək üçün seçimin var. Sən məhz bunun üçün buradasan və deyirsən. Mən artıq öz düşüncələrimin sahibinə çevrilirəm. Bundan sonra dediyim hər sözün, düşündüyüm hər bir fikrin məsuliyyətini öz üzərimə götürürəm. Çünki artıq bilirəm ki, düşüncələrim reallığımı yazan Mirzədir. Mən artıq bu Mirzəni şuurlu şəkildə idarə edirəm. Sən bu sözləri deyirsən, bir də görürsən ki, kubun sağ və sol tərəflərindən qanadlar əmələ gəldi. Anlayırsan ki, sən elə bir reallıqdasan ki, burada zaman xətti deyil. Sən birdən özünü gün tutulmasının başlandığı yerdə və zamanda görürsən. Üzük halqası şəklində günəşi əhatə etmiş gün tutulmasının içinə uçaraq daxil olursan. Bura möhtəşəm transformasiya edici bir məkandır. Bu qaranlıq, transformasiya edici məkanın enerjiləri kubun hər hücrəsində, bədəninin hər hüceyrəsində hiss olunur. Sən bunları hiss edirsən, təmizlənirsən, işıqlanırsan. Bura qaranlıq, uzun, dar bir borunu, tuneli xatırladır. Sən çətinliklə də olsa bu boruda, tuneldə qanadlarınla hərəkət edirsən. Sən
hərəkət etdikcə arındığını, aşındığını, negativlərdən təmizləndiyini hiss edirsən. Sən gəlib tunelin sonuna çatırsan. Burada səni tuneldən çıxmaq üçün böyük bir darvaza gözləyir. Bu, al-qırmızı, qan rəngli dolanaydı. Bir anlığa dayanırsan. Keçdiyin o ağrılı, çətin, transformasiya edici yola baxırsan. Dərindən nəfəs alırsan. Və bir göz qırpımında qanlı dolanayın içindən keçib tutulma dəhlizindən həm də özünün bütün negativ düşüncə yüklü karmandan çıxırsan. Özünü möhtəşəm, işıqlı, geniş, sonsuz bir məkanda görürsən. Anlayırsan ki, bu sənin yeni reallığındır. Sən kubun hücrələrinə baxırsan. Onların tərtəmiz sevgi ilə işıqlandığını görürsən. İndi bu hücrələrə yeni, pozitiv düşüncələrini, sənin sonraki həyatının xoşbəxt reallıqlarını yazan pozitiv düşüncələrini yazmağa başlayırsan. Sənin belə bir vəziyyətində mən qəlbimin içində səninlə başladığım, səyahətə başladığım məkana qaytarıram. Sən artıq buradasan. Ancaq nə məkan həmin məkandır, nə sən həmin insansan. Sən artıq həyatının xoşbəxt reallığını yazan yeni bir insansan. 5 sayında 3 dəfə dərindən nəfəs alıb verirsən. 1, 2, 3, 4, 5. 1, 2, 3, 4, 5. Və sessiyadan çıxırsan. Bugün buradan götürdüklərini gündəlik həyatına aparırsan. Qoy hər anın sevgi